Yaxın oturun dostlar. Hardasınız? Şəhid anası, Şəhid Əzzağanın anası, Sumqayıt Corat qəsəbəsində yaşayan şəhidimizin anası Həlimə xanım, Həlimə Məmmədova. Dünən yıxılıb, ayağı sınıb. Dünəndən gecədən travmatologiyadadır. Demirəm, adəti üzrə bir problem yoxdur dövlət tərəfindən. Yəni əllərindən nə gəlirlərsə oradadır. Yəni bu qadın yaşlı qadın olub. Hətta orada belə biz onun şəhid anası olduğunu bildirəndə o utandı, biraz narazılıq elədi. Bala ehtiyac yoxdur. Yəni mən şahidi olub bu sözü deyirəm. O yaşlı qadındır. Valla gedib ziyarət eləməyiniz məsləhətdir. İstəyir qazilər olsun, istər vətəndaş olsun, istər şəhid ailələri olsun. Ola bilər şəhid ailəsi kimi o yaşlı adamdır, heç yeri getmir, eləmir. Amma nə olar ki? Burada ictimai birliklər var, şəhid ailələrindən işləyən ictimai birliklər var, övladlarını işləyən ictimai birliklər var, şəhid ailələri var. Yəni dedim bunu biləsiz və paylaşın, orada qalacaq, onun ayağı sınıb, onun diqqətə ehtiyacı var dostlar. Gedib görsəz onu, vəziyyətini, mənə haqq qazandıracaqsınız. Sumqayıtda travmatologiyada yatır. Bugün gətiriblər, gecə yıxılır.